Hər vaxtınız xeyir, obyektiv efirdədir. Rəqəmsal transformasiya seçim yox, zərurətdir. Ölkəmizdə dövlət xidmətlərinin rəqəmsallaşması sürətlənib. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-28-ci illər üçün fəaliyyət planının icrası istiqamətində mühüm addımlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial mobil tətbiqi üzərindən təqdim etdiyi xidmətlərinin MyGov platformasına tam inteqrasiyasıdır. Proses aprel ayının sonuna dək tamamlanacaq və 1 may 2026-cı ildən e-sosial tətbiqi fəaliyyətini dayandıracaq. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron xidmətlərini tam şəkildə MyGov üzərindən göstərən ilk dövlət qurumu olur. Bu dəyişiklik vətəndaş üçün nə vəd edir? Mövzunu qonağımızla müzakirə edəcəyik. Cari ildə 400 şəxs işlə təmin edilib. Əlilliyi olan 3000-ədək uşağa xidmət göstərilib. Əlilliyi olan digər şəxslərin təminatı istiqamətində də mühüm işlər görülüb. Bu və digər xəbərlər barədə təfərrüatı ilə birbaşa mənbə ilk sosial televiziya layihəsi olan Dost TV məlumat verəcək. Bizimlə birbaşa bağlantıda həmkarım Əsmər Nəcməddin qızıdır. Hər vaxtınız xeyir Əsmər. Nə yeniliklər var? Sizdən eşidək. Salam, hər vaxtınız xeyir olsun xanım. Sizi və tamaşaçıları Dost TV-nin studiyasından salamlayıram. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq. Sosial Xidmətlər Agentliyinin əlilliyi olan şəxslərin peşə əmək reabilitasiyası mərkəzinə bu il daha 71 nəfər qəbul edilib. Hazırda müəssisədə 110 nəfərə peşə və sosial reabilitasiya xidmətləri göstərilir. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar. Dövlət Məşğulluq Agentliyinin icra elədiyi işə götürənlə birgə işçilərin əmək haqqının maliyyələşdirilməsi proqramı çərçivəsində cari ildə daha 400 şəxs işlə təmin edilib. 2021-ci ildə icrasına başlanan bu proqram ötən dövrdə ümumilikdə 5000-dən çox şəxsin məşğulluğunun təminatına imkan verib. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Rehabbas layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 3000-ədək uşağa xidmət göstərilib. Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqları paytaxtdakı 2 saylı uşaq reabilitasiya mərkəzinə, Gəncədə yaşayan əlilliyi olan uşaqları isə Şəmkirdəki uşaq reabilitasiya mərkəzinə çatdırır. Cari ilin ilk rübündə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə 37, mərkəzin Qarabağ Dost TV filialında isə 40 yeni benefisiar qəbul olunub. Benefisiarlar 14 fəaliyyət istiqaməti, rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma və digər sahələr üzrə təlimlərə cəlb edilərək onların bacarıqları təkmilləşdirilir. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım bu qədər. Diqqətiniz Real TV-də olsun, obyektiv davam edir. Hələlik. Obyektivi izləyirsiniz. Dövlət xidmətləri MyGov üzərindən həyata keçirilməlidir, yəni vahid mərkəzdən. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Prezident İlham Əliyev Azərbaycanın yeni rəqəmsal arxitekturası adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə belə bildirmişdi. Dövlət başçısının tapşırığı dövlət qurumları tərəfindən icra olunmaqdadır. E-sosial mobil tətbiqi vasitəsilə vətəndaşlara göstərilən xidmətlər artıq MyGovdadır. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin layihələr üzrə koordinatoru Füzuli Mehdiyevlə bu mövzuda söhbətimizə başlayırıq. Hər vaxtınız xeyir Füzuli müəllim, xoş gördük sizi studiyamızda. Təşəkkür edirəm, çox sağ olun. Bugünkü mövzumuz aktual bir mövzudur. İstərdim ondan başlayaq ki, e-sosial mobil tətbiqinin MyGov-a inteqrasiyası nə deməkdir? Gəlin əvvəlcə bu proses barədə bir məlumat verək və iki dövlət qurumu arasında işlər necə tənzimləndi? Bildiyiniz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron xidmətlərini vətəndaşlar üçün e-sosial mobil tətbiq üzərindən də təqdim edirdi. Belə ki, vətəndaşlarımız Sosial Müdafiəsi Nazirliyinin məlumat bazalarında toplanan şəxslərə aid məlumatları e-sosial mobil tətbiq üzərindən izləyə bilirdilər. Və vətəndaşlarımız artıq bu məlumatları MyGov tətbiqi üzərindən əldə edə biləcəklər. Belə ki, Cənab Prezidentin müvafiq sərəncamı əsasında 2026-2028-ci illər üçün Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirməsi ilə bağlı fəaliyyət planının bəndi olaraq icrası ilə bağlı dövlət qurumlarında istifadə olunan mobil tətbiqlərin
vahid platforma üzərində, yəni MyGov üzərində toplanması tapşırığı var və bunun da icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu icra edən ilk qurum olaraq və mobil tətbiqi ləğv edən ilk dövlət qurumu olmuşdu. Belə ki, indiyə kimi Nazirlik tərəfindən bir çox rəqəmsallaşma ilə bağlı layihələr icra olunmuşdu. Belə ki, Nazirlik tərəfindən icra edilən bütün layihələr həmişə inteqrasiyaya meyilli şəkildə hazırlanıb. Yəni, biz bu hala hazır idik və digər dövlət qurumlarına bunu inteqrasiya etməmiz üçün bizim infrastrukturumuz, sistemlərimiz hazır vəziyyətdə idi. Yəni, burada iki dövlət qurumu arasında həm əvvəlcədən olan əməkdaşlıq, sıx koordinasiya, məlumat mübadiləsi bu işin uğurla həyata keçirilməsinə səbəb oldu. Çox gözəl. Mən bir e-sosial mobil tətbiqinin istifadəçisiyəm və indi mənə maraqlıdır ki, e-sosial mobil tətbiqindən istifadə edən vətəndaş MyGov üzərindən bu xidməti alarkən hər hansı qeydiyyatdan keçməlidirmi? Xeyr, heç bir əlavə qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ölkədə hal-hazırda MyGov ID deyilən bir rəqəmsal vahid giriş platforması var ki, vətəndaşlarımız SIMA, asan imza, elektron imza identifikasiya nömrəsi vasitəsilə şəxslərimiz dövlət xidmətlərindən istifadə edə bilər. Yəni, bu e-sosiala da aiddir, MyGov-a da aiddir, gömrük xidmətlərinə də aiddir, vergi xidmətlərinə də aiddir ki, bütün dövlət qurumları MyGov ID vasitəsilə vətəndaşların qoşulmasını sistemlərində təmin edib və vətəndaşlar hər hansı əlavə qeydiyyatdan keçməyə ehtiyac yoxdur və bu xidmətdən istənilən zaman, istənilən bir kompüter vasitəsilə bu xidməti əldə edə bilər. Artıq bütün dövlət xidmətləri bir rəqəmsal ünvandadır. İstərdim bu rəqəmsal ünvanda yerləşən sosial xidmətlər barədə də vətəndaşlarımıza məlumat verək. Hansı sosial xidmətlərdən MyGov üzərindən yararlana bilərik? İndiyə kimi e-sosial mobil tətbiqində olan bəzi xidmətlər, bəzi məlumatlar MyGov platformasında inteqrasiya edilməmişdir. Bunlardan ən çox istifadə olunanı nümunə kimi sizə deyim, sosial tərəfdaş layihəsidir. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat bazasında toplanan pensiya, əmək müqaviləsi, müavinət, fərdi şəxsi hesab, sanatoriya kurort ola bilər, övladlığa götürmə sistemləri ola bilər və belə deyək, təxminən 30-a yaxın bizim sistemlərimiz var ki, orada toplanan məlumatlar vətəndaşlarımıza e-sosial mobil tətbiq üzərindən təqdim edilirdi və biz MyGov platformasına həm bu məlumatları, yəni təxminən bəzi sistemlər var ki, hal-hazırda onun üzərində işlər gedir, amma cari vəziyyətdə 32 məlumat MyGov platformasına inteqrasiya edilib, 16 istiqamət üzrə arayış inteqrasiya edilib, sosial tərəfdaş bayaq qeyd etdiyim kimi sənə özəl, yəni burada bizim əlilliyi olan şəxslər üçün bir neçə istiqamət üzrə məlumatları vahid mənbədən, yəni bölmədən əldə etməsi üçün yaradılan hissədir. İmtiyazlar və şəxslər haqqında məlumatlardır, reabilitasiya müəssisələri haqqında məlumatları əldə edə bilər və ümumilikdə götürsək, e-sosialda istifadə olunan, yəni ən çox müraciət olunan xidmətlərin hamısı hal-hazırda MyGov platformasına inteqrasiya edilib, vətəndaşlarımız mərhələli şəkildə MyGov platforması və e-sosial üzərindən bu xidmətlərlə tanış ola bilər. Və qeyd edim ki, may ayının 1-nə kimi bu proses davam eləyəcək və təkmilləşdirilmələr aparılır. Elə bizim bu buraxılışımız ərzində MyGov nümayəndəsinin də bir müsahibəsi olacaq ki, vətəndaşlarımız qarşı tərəfdən də prosesin necə getdiyi barədə izahlı bir məlumat əldə edə biləcəklər. Daha bir sual doğuran məqam var.
MyGov-a sosial xidmətlərin inteqrasiyasından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlərin sayında və funksionallığında hər hansı bir dəyişiklik ola bilərmi? Burada məqsəd xidmətləri azaltmaq yox, ayrı-ayrı dövlət qurumlarında mövcud olan mobil tətbiqlərin vahid platforma üzrə vətəndaşlarımıza təqdim etməkdir. Yəni, hər hansı bir azalma və yaxud da çoxalmadan burada söhbət getmir. Bizim məqsədimiz vətəndaşların bir neçə platforma üzrə həmin xidmətləri əldə etməməsi, eyni zamanda qarşılıqlığa gətirməməsidir. Bu, həm resursların düzgün şəkildə bölünməsinə gətirib çıxardır, eyni zamanda vətəndaşlarımız çevik şəkildə xidmətləri vahid platforma üzrə əldə edir. Bəli, qeyd etdiyimiz kimi bu inteqrasiya iki qurumun birgə səyi nəticəsində ərsəyə gəlib. Mövzumuzla əlaqədar bir müsahibəmiz var. İzləyək, ardınca söhbətimizə davam edəcəyik. Bu əməkdaşlıq çərçivəsində e-sosial mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin tam formada MyGov platformasına inteqrasiyası həyata keçirildi. Belə ki, Nazirliyin əməkdaşları ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ofisində vahid komanda şəklində fəaliyyət göstərərək qısa müddət ərzində qeyd olunan texniki işlər həyata keçirildi və e-sosial mobil tətbiqi üzrə bütün dövlət xidmətləri MyGov-a inteqrasiya olundu və bununla da iki dövlət qurumu arasında effektiv, səmərəli əməkdaşlığın bir nümunəsi ortaya qoyuldu. Bununla da xidmətlərini MyGov-a inteqrasiya edən, mobil tətbiq üzərindən xidmətlərini inteqrasiya edən ilk dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oldu. Bu inteqrasiya nəticəsində əvvəllər e-sosial tətbiqi vasitəsilə göstərilən xidmətlər artıq tam həcmdə MyGov üzərindən əlçatandır və vətəndaşlar bu xidmətlərdən vahid platforma üzərindən istifadə edə bilərlər. Ümumilikdə 12 funksionallıq, 16 elektron arayış və 32 bölmədən ibarət şəxsi məlumatlar platforma üzərindən vətəndaşların istifadəsinə verilmişdir. Bunlardan bir neçəsini xüsusi qeyd etmək olar. Məsələn, əlilliyi olan həmvətəndaşlarımız öz sosial statusu ilə bağlı güzəşt və ya imtiyazlarını MyGov platforması üzərindən rəqəmsal əlillik və ya smart vəsiqələr vasitəsilə izləyə və ya təsdiq edə bilərlər. Eyni zamanda vətəndaş pensiya təyinatı, sosial sığorta ödənişləri, sosial müavinatlar, məşğulluq və s. kimi mühüm məsələlərlə əlaqədar elektron arayışlarını MyGov platforması üzərindən əldə edə bilərlər. Bu, xüsusilə regionlarda yaşayan vətəndaşlarımız üçün faydalıdır ki, fiziki olaraq hansısa məkanlara səfər etməyə ehtiyacı görünmür. MyGov üzərindən həmçinin sosial tərəfdaş kartı vasitəsilə də bir sıra bu statusa malik olan vətəndaşlarımız ölkədə 1200-dən çox məkanlarda endirimlərdən yararlanaraq istehlak xidmətlərindən faydalana bilərlər. MyGov-da ən çox istifadə olunan sosial yönümlü xidmətlər hansılardır? Əmək müqaviləsinin imzalanması ola bilər, eyni zamanda iş yerinə dair arayışın əldə edilməsidir ki... Söhbət MyGov üzərindən istifadə olunan sosial xidmətlərdən gedir. Bəli. Həmin o sosial xidmətləri də vətəndaşlarımız MyGov üzərindən əldə edirlər. Mayın 1-dən qeyd etdik ki, söhbətimiz zamanı e-sosial mobil tətbiqinin fəaliyyəti tam dayandırılır. Bu artıq bizə və bizi izləyən tamaşaçılarımıza aydın oldu. Bəs digər sosial tətbiqlərin mi deyək, digər təbii ki, Nazirliyin rəqəmsallaşdırdığı əmək və məşğulluq alt sistemi də var, e-sosialın portalı da var. Bu tətbiqlərin, bu rəqəmsal layihələrin də gələcəkdə MyGov-a inteqrasiyası nəzərdə tutulurmu? Bəli. Bildiyiniz kimi, müvafiq sərəncamda qeyd edilən məsələlərdən biri də MyGov və MyGov Business mobil tətbiqlərinin fəaliyyət istiqamətini genişləndirməkdir. Və burada nə deməkdir? MyGov vətəndaşlar üçün, MyGov Business isə işə götürənlər üçün bir mobil tətbiq olacaq. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həm vətəndaşlara, həm də sığorta edənlərə xidmət verən qurumdur. Və burada biz Nazirlik tərəfindən
əmək və məşğulluq alt sistemidir, məşğulluq istiqamətidir ki, sığorta edənlər bu layihəni istifadə edirlər. Və bunun nəticəsində biz gələcəkdə həm MyGov mobil tətbiqinin təkmilləşdirilməsində, Nazirliyin xidmətlərinin ora inteqrasiya edilməsinə davam edəcəyik. Eyni zamanda sığorta edənlərin web üzərindən istifadə etdiyi xidmətləri MyGov Biznes mobil tətbiqinə inteqrasiya edilməsini planlaşdırırıq. MyGov-a sosial mobil tətbiqinin xidmətlərinin inteqrasiyası rəqəmsallaşmada yeni bir mərhələdir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün. Amma Nazirliyin, sizin təmsil etdiyiniz Nazirliyin keçdiyi bir rəqəmsallaşma yolu da var. Hansı ki, bu xidmətlərin proaktivləşməsi ilə başlayıb və artıq 90%-dən çox xidmət elektronlaşıb Nazirlik üzrə. İstərdim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçdiyi bu rəqəmsallaşma yoluna da bir nəzər salaq və ümumi olaraq bizi izləyən vətəndaşlara məlumat verək ki, neçə xidmət elektronda onlardan, neçə faizi proaktiv olaraq xidmət göstərilir. Bu barədə də bir maarifləndirmə həyata keçirək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası davamlı olaraq işləyir və nəticədə bizdə hal-hazırda rəqəmsallaşma 90%-in üzərindədir. 50 xidmət proaktiv şəkildə vətəndaşlarımıza təqdim edilir və bundan sonra da biz bu xidmətlərin sayını artıracağıq. Proaktiv mexanizmi digər xidmətlərdə nəzərə alacağıq. Eyni zamanda bəzi xidmətlərin optimallaşdırılmasına gedilə bilər. Yeri gəlmişkən artıq əlillikdə bu başlanılıb və bir anons da verildi ki, növbəti illərdə məşğulluq üzrə də xidmətlərin süni intellekt üzərindən həyata keçirilməsi nəzərdə tutulur. Bəli. Elə məlumat üçün deyim ki, bizim at sistemlərdən biri də elektron sənəd dövriyyəsidir. Biz hal-hazırda daxildə əməkdaşlar üçün bu süni intellekt alətini tətbiq etmişik və əvvəlki toplanan məlumatlara əsasən dərkənar süni intellekt aləti vasitəsilə verilir və qeyd etdiyiniz kimi əlillik at sistemində də bunu istifadə edirik. Eyni zamanda bundan sonra məşğulluq istiqamətində də mümkün olan hissələrdə biz bu aləti istifadə edib nəticəsinə uyğun olaraq digər layihələrə də bunu tətbiq etməyi planlaşdırırıq və bizim həmçinin iDost deyilən bir chatbotumuz var ki, hal-hazırda e-sosial, yəni web e-sosial üzərindən vətəndaşlarımız bu alətlə tanış ola bilərlər. Hər hansı bir suallarını yazıb, suallarına cavabı qanunvericiliyin tələb etdiyi normalara uyğun həmin məlumatları əldə edə bilərlər. Bu e-sosial portalı üzərindən göstərilən xidmətlərə şamil edilir. Xüsusi olaraq vurğulayıram ki, e-sosial mobil tətbiqi deyil, web üzərindən e-sosial platformasıdır. Təşəkkür edirəm bugünkü söhbətimizə görə. Xeyirli uğurlu olsun. Çox sağ olun. Ümid edirəm ki, e-sosial mobil tətbiqi kimi digər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən rəqəmsal zərflərin də inteqrasiyası uğurlu bir şəkildə həyata keçirilər. İşlərinizdə uğurlar arzuluram. Təşəkkür edirəm ki, bugün studiyamızın qonağı oldunuz. Çox sağ olun, təşəkkürlər. Qonağımızla söhbətimizdən bu qədər. Müasir dövrdə vətəndaşın gözləntiləri köklü şəkildə dəyişib. Artıq insanlar sadəcə xidmət almaqla kifayətlənmirlər. Bugün vətəndaş daha sürətli, daha rahat və daha ağıllı xidmət tələb edir və məhz rəqəmsal həllər bu tələblərə cavab verir. Əlbəttə, bu inkişafla yanaşı yeni çağırışlar da mövcuddur. Kiber təhlükəsizlik, rəqəmsal savadlılıq və məlumatların qorunması kimi məsələlər daim diqqət mərkəzində olmalıdır. Çünki rəqəmsal gələcək yalnız təhlükəsiz olduqda davamlı ola bilər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.